Keçən mövzuda fitnənin mənası haqqında məlumat topladıq. Bugün isə dediyimiz kimi mövzumuz fitnənin səbəbləri və onunla mübarizə haqqındadır. İmam Əli əleyhissalam Nəhcül Bəlağənin 50-ci xütbəsində iki amili fitnənin səbəbi hesab edir. 1. Nəfsə tabe olmaq. 2. Dində bidət. Fitnənin birinci səbəbi nəfsin, yəni insanın şəxsi istəyi və ya batini şeytanın istəklərinə uymaqdır. Şeytan insanın həyatının ləl-cəvahiratını oğurlamağa, onun qiymətli sərmayələrini məhv etməyə çalışır. İnsanı əsas hədəfdən uzaqlaşdırmaq istəkləri ilə əyləndirir. O insanın qəlbindən, həyatından Allahın xatirəsini tamamilə silmək istəyir və həqiqətə çatmasına mane olur. Nəfsin istəklərinə uymaq şeytanı ruha hakim edir. Nəfsin sonsuz istəkləri içində insanları təhlükəyə atmaq, öz səhvini zinətləndirmək və ağır cinayətləri yumşaltmaq və dediyi fitnə törədən sözləri xırda bilmək, asanlaşdırmaq üçün uzun bir yol var. İmam Səccad əleyhissalam bu haqda Allahdan özü üçün belə bir dua edir. İlahi, mən səni çoxlu pisliklərə əmr edən və səhvlərə tələsən inadkar ruha görə səsləyirəm. Yəni, özümdən sənə pənah gətirmişəm. Belə fitnə törədən nəfsdən məni qoru. İmam Əli əleyhissalam hakimiyyət prosesindən və onun bəzi əshablarının bəhanələrindən sonra ondan soruşulan bu suala, niyə hakimiyyət və başçılıq üçün sizinlə onlar arasında müddət təyin etdiniz? Bəs niyə tələsmədiniz və tez hərəkət etmədiniz? Buyurdu, səbəb o idi ki, cahil öz səhvini açıq-aşkar bilsin və arif öz fikrində sabit qalsın. Bəlkə Allah bu ümmətin işini sülh və əminamanlıq dövründə islah etsin. Haqq axtarışını tələsik tərk etməyə və əvvəldən səhvə düşməyə çalışmayın. Yəni demək istəyir ki, fitnə zamanı aram olun. İkincisi dediyimiz isə bidətdir. Bidətin mənası Quranda və dində buyurulmamış bir şeyi dinə daxil etməkdir. Həm də Allaha, onun rəsuluna və imamlara böhtan atmaqdır. Bidət və azğınlığı pisləyən çoxlu hədislər vardır. Onlardan biri İmam Sadiq əleyhissalamın bu hədisidir. Hər bidət zəlalətdir və hər bir azğınlıq isə cəhənnəmə aparan yoldur. İndi isə fitnə ilə mübarizə yollarından biraz söhbət edək. Fitnə ilə mübarizənin bir çox yolu və üsulları var. Onlardan bəzilərinin adlarını sadalayacağıq. 1. Fitnə qurbanlarını fitnə başçılarından ayırmaq. Fitnə ilə məşğul olmaq və onun gözlərini kör etmək üçün görülməli olan ilk işlərdən biri də fitnə qurbanlarını fitnəçilərdən ayırmaqdır. Fitnə cəbhəsində olanların çoxu fitnə başçılarının gözəl və şirnikləndirici şüarları ilə şirnikləndirilir. Onları çox da qınamaq olmaz. Həmçinin fitnənin önündə olan insanların hamısını eyni sürüyə sürməməlisiniz. Necə ki, İmam Əli əleyhissalam gözəl təfsiri ilə buyurur, aldanan kimsəni qınamaq olmaz. 2. Əminlik və təqva əsasında əməldir. Bilinməlidir ki, əgər insan təqva ilə Allah Taalaya təvəkkül etsə, Allah da onu fitnədən azad etmək üçün bir yol qoyar. Necə ki, Əmirəl-Möminin Əli əleyhissalam deyir, xəbərdar ol, o kəs ki, ilahi təqvaya əməl edər və Allahdan qorxarsa, Allah onun üçün fitnələrdən qurtulmaq üçün bir yol açır və hidayət nuru ilə zülmətdən qaçar. İmamın bu kəlamından belə başa düşmək olar ki, nə vaxt bir cəmiyyətdə təqva və iman ruhu yayılarsa, möhkəmlənərsə, o cəmiyyətin mümkün fitnələrə qarşı zəifliyi azalar. 3. Fitnə başçıları qarşısında kəskin zəka və agahlıq göstərmək. Bir sözlə ağıllı davranmaq. Fitnə yayanlara qarşı ayıq-sayıq olmaq, sosial intriqalara qarşı mübarizənin başqa bir yoludur. Həzrət Əli əleyhissalamın hikmətli olan bu cümləsi hər kəsə ictimai fitnələrdə ayıq-sayıq olmağı,
fürsətçi və fitnəçilərin tələsinə düşməməkdən və onlardan sui-istifadə edilməməkdən ehtiyatlı olmağı əmr edir. Və buyurur, fitnə zamanı 2 yaşlı dəvə balası kimi ol. Onun belinə nə minmək olar, nə də süd sağmaq. Çox gözəl izah edən düşündürücü bir cümlədir İmam Əli əleyhissalamın bu cümləsi. Təbii ki, fitnəçilərə qarşı cəsur və qətiyyətlə hərəkət etmək əxlaqi sərhədlərin və İslam hüdudlarının pozulmasına səbəb olmamalıdır. Çünki hər zaman İmam Əlinin müxaliflərlə rəftarında cəsarətli və qətiyyətli hərəkəti əxlaq normaları çərçivəsində olmuşdur. İmamlarımız, onların rəftarları, sözləri bütün dünya proseslərində bizə bir örnəkdir. Allahı and veririk İmam Əli əleyhissalamın məzlumluğuna, bizləri fitnə yaradanlardan, fitnəyə aldananlardan qərar verməsin. İlahi amin. Vəssalamu aleykum və rəhmətullah. Yeah.